Aşıq sənətini iki şey məhv edir. Biri toyxanadır, biri çayxana. Hər gün ki saz aparırdım, yolda mənə hoy basırlar ki, kətli toya gedir, məsələn, sazı görəndə. Yəni, o qədər cəmaatın bu güya, məsələn, bu musiqi aləti ancaq kətlilər üçündür. 50 manat, 100 manat pul qoyur və səni alıb, sənə nə desə gərək eləyərsən. Mən bu dəqiqə gedəm, orada aşıq konserti verəm. İnanın ki, 10 gündə 2000'lik zalda yeri olmaz. Yəni, belə inanamıram ki, belə də bir şeylər, belə də fədakar insanlar var. Orada gedənlər özləri canlarından keçib gediblər. Buna fədakarlıq demək olar. Mənim ürəyim belə istəyir, mən belə düşünürəm, amma ola bilər ki, başqaları da ayrıdır. Konsert may ayının 3-dədir. Təxminən bir az qalır, elə bir 7-8-9 gün qat belə qalır konsertin vaxtına. Konsertin məkanı Ulu Öndərin adını daşıyan Heydər Əliyev sarayında və bu konsertdə iştirak edənlər Azərbaycanın həm məşhur ustad müğənniləri, xanəndələri, həm də aşıqları, o cümlədən dünya şöhrətli deyə biləm, şərq musiqisinin bülbülü adlanan Alim Qasımov, mənim əziz qardaşım, dostum və onun öz gözəl balası Fərqanə xanımdır. Bizim çox dəyərli, böyük ustad sənətkarımız Gülyanaq xanım Məmmədovadır, Mirələmovdur və Şamilə xanım Nəbiyeva və Ayşən xanım Mehdiyeva. Bir dənə bizim o tərəfdən, o taydan aşıqlarımızdır, Salar Mehdipur. Və buradan da bizim çox dəyərli aşıqlarımız Aşıq Nəbi Nağıyevdir, Aşıq Nazım Quliyev və Əli Zeynalabıdınov aşıqlarımızdandır. Azərbaycan musiqisinin demək olar ki, aşıq sənəti, aşıq musiqisi Azərbaycan bütün musiqi janrlarının kökündə böyük rolu vardır. Dahi sənətkarımız, dahi musiqi alimi Üzeyir bəyin özü də bunları buyurub və onun öz tələbəsi Nazım Bağırov öz kitablar, öz harmoni kitabında bunları yazıbdır. Yəni, Azərbaycan musiqisinin demək olar ki, köküdür, bir növrəsidir bu cür. Odur ki, biz bu sənəti, bu konserti qoymaqda məqsədimiz budur ki, bir balaca gənclər bu sənətdən biraz uzaqlaşıblar. Çalışırıq ki, bu bizim öz millətimizi hələ öz kökünə qaytarmaq, öz yerinə qaytarmaq. İfaçılarımızın hamısı Təbrizdəndir. Bir dənə burada vardı ki, Elvin Axundov buradandır, amma qalanı bizim elə Təbrizdən gəliblər. Bizim çox elə illər boyu Dalğa qrupunun tərkibində olublar. Yox, bizim burada konsertimiz çox olub. Bir çoxu tədbir olubdur. Tədbirlər, dövlət tədbirlərinə, ya məsələn festivala dəvət olunmuşuq. Mən 2000-ci ildən burada deyə biləm ki, bəlkə 15-16, 20-yə yaxın konsert olub bizim. Ancaq bizim özümüz bu konsertindən 7 dənə özümüz konsert vermişik. Bu dəfəki konsertimizin adı, deyim ki, Sahildən Sahilə Könül Körpüsü adlanır və məqsəd də budur ki, həmişə saz, musiqi körpü olubdur insanları birləşdirməyə. O cümlədən biz burada indi cənub oldu, bura oldu, biz bir xalqıq da bunların, yəni könül körpüsüdür da musiqi, bu adı seçmişik. Bizim hər konsertimizdə mən çalışıram ki, o musiqilər ki, keçmişdə itib, batıb, yəni aradan gedibdir. Onlardan elə belə bir tikə parça qalıbdır. Onları mən böyük ustadlardan almışam, götürmüşəm. Zaman içərisində çalışıram, onları yenidən gətirəm səhnəyə. Və hər dəfə, keçən dəfə də 8-ə qədər bizim o havalar vardı ki, yəni bunlar qədim havalardır, ancaq ifa olunmayıb. İndi hansı aşıqdan soruşsaydı, heç onlar bilmirlər ki, belə bir havada var. Bu dəfə də ona yaxın bizim yeni bir aşıq havalardır, amma çox qədimi, çox köhnə bir əski dövrəndən qalan bir havalardır ki, itib batıb şeyibdir. Bunları bəlkə bu birinci dəfə səhnəyə gətiririk. Bir sırada o tanınmış havalardır. Amma çoxu elə o
həm köhnə qədimi havadır, həm də yeni səhnəyə gəlir də. Yəni bunlar eşidilməyib və inanıram ki, hamı bəyənəcək. Çox sevilən havalar vardı. Bu Qarabağ şəxsən mənim üçün illər boyu arzuladığım bir yer idi ki, oranı görmək istirdim və bu çox sevindirici haldır ki, bizim həm dövlətimiz, həm başkomandan, həm də əslində bizim ordumuz, onların qəhrəmanlığı ilə biz oraya geriyə qayıtdı, özümüzə qayıtdı və arzu edirdim ki, mən də gedim görüm. Qismət oldu, mən keçən il Xarı Bülbül festivalında dəvət olundum ora və bizi o Şuşanı necə gedib alıblar, hansı yolla gediblər, o zəfər yolu ilə bizi apardılar. Yəni, indi də hələ onun təsiratından çıxa bilməmişəm ki, Allah qorusun belə ordumuzu, Allah qorusun, bunlar nə qədər fədakar insanlar. Bir belə də fədakarlıq olar, bir elə o təchizatı özləri ilə daşımaq və bir elə o zaman piyada yol gedib o zəfəri qazanmaq. Bu hələ də mən deyirəm, yəni belə inanamıram ki, belə də bir şeylər, belə də fədakar insanlar var. Orada gedənlər özləri canlarından keçib gediblər. Buna fədakarlıq demək olar. Elə bir dəfə getmişəm, oranın təsiratından çıxmamışam. İnşallah biz bu il elə belə qərara gəlmişik ki, bütün ailəvi, yəni dostlarımız da vardı. Gedək orada bir neçə gün oranı və Laçını və orada olan bir çox yerləri, Kəlbəcəri biz gedək bir tur kimi inşallah dolanaq qismət olsa. Vallahi mən fərqi bilmirəm. Təbriz, Bakı, Azərbaycan bir bilirəm. Mən buranı özümə eyni Təbriz kimi görürəm. Eyni anadan olduğum Xudafərin kimi görürəm. Yəni mən orada da yaşaya bilirəm, burada da yaşaya bilirəm. Mən davamlı olaraq burada biraz bu sənət baxımından biraz rahatam, rahat işləyə bilirəm. Ona görə daha çox istəyirəm ki, bəli, burada davam elətdir. İndi keçmiş kimi deyək ki, aşqlar gedirdi, dastan deyirdi, gördüyün həftələrlə otururdu bir yerdə, bir dastanı başlayırdı, bir həftə o zaman aparırdı ya. İndi bu zamanın tələbatının nəticəsində bu ənənə day demək olar ki, aradan gedibdir. Musiqi hissəsində gəlmişəm, məsələn, çalışmışam ki, musiqidə bir yeniliklər olsun, həman kökü qorumaq şərti ilə yeniliklər olsun ki, bizim gənclərimiz bu sənətə yaxınlaşsınlar. Mən bu işə Təbrizdə inanın ki, nail ola bildim. Məsələn, Təbrizdə mən 34 il bundan qabaq, 35 il bundan qabaq Təbrizdə hər gün ki, saz aparırdım, yolda mənə hoy basırlar ki, kətli toya gedir, məsələn, sazı görəndə. Yəni, o qədər cəmaatın bu güya, məsələn, bu musiqi aləti ancaq kətdilər üçündür ki, bilmirlər ki, bu musiqi aləti Azərbaycan xalqının əsas musiqisidir, əsl musiqisidir, əsl musiqisidir. Sonra inanın ki, az zaman içərisində orada çox, yəni candan başdan keçdik ki, deyə bilirəm ki, gözəl konsertlər, tədbirlərdə, məsələn, bizə oldu ki, bütün tədbirlərə məni solo saz ifaçısı kimi dəvət edirlər. Sonradan da ki, mən qrup təşkil verdim. Bu qrupun gördüyü işlərin nəticəsində birdən Təbrizdə indi bu dəqiqə deyə bilirəm ki, aşıq konserti, mən bu dəqiqə gedəm orada aşıq konserti verəm. İnanın ki, 10 gündə 2000'lik zalda yer olmaz. Mən indi heç nə orada gedirəm, nə burada gedirəm. Çünki indi baxıram, görürəm ki, bu günləri aşıq sənətini iki şey məhv edir. Biri toyxanadır, biri çayxana. Bilirsiniz, ona görə indi bu gün aşıq sənəti ilə ciddi yanaşan yoxdur. Ya öyrənir, getsin, toya pul qazansın, ya bu üçü gələ, otura onun. Məsələn, mən indi Cənubda bu vardı. Baxıram, görürəm ki, yaxşı qruplar təşkil tapıbdı, aşıq qrupları indi. Orada 20-30 dənə belə gözəl dalğa qrupu kimi qruplar yaranıb orada. Və doğrudan da çox baxıram ki, yəni çox gözəl işlər görürlər. Bunlar ciddi yanır. Bunlar heç olmasa bir 3 ay, 4 ay otururlar bir yerdə, bir dənə konsertdə məşq edirlər. Amma burada elə aşıq toydan filanca sabah konsertdə toydan gəlib orada bir dənə elə necə toyda ifa konsertdə də olur. Yəni bu sənətlə ciddi yanaşılmır. Ona görə mən
nəinki aşıq musiqisi, dünyada buna tay musiqilər toylardan yığışılıbdır. Bu gün efirlərdə, bu gün konsertlərdə, bunlar ciddi musiqidir. Bu növ musiqi bu millətin, yəni ya hansı millətin belə növ musiqisi varsa, o millətin mədəniyyətinin bir böyük hissəsini daşıyır. Bunu indi ayaq altına salmaq olmaz. Ona görə mən onlar desəm ki, 15 ildən çoxdur da toya getmirəm, heç orada da getmirəm, burada da. Amma toy varsa elə konsert kimidir. Elə indi də olsa gedərəm. Orada ancaq aşıq. İndi də olsa, amma yoxdur da, o toylardan yoxdur. İndi gedirsən, məsələn, sənə bir 50 manat, 100 manat pul qoyur, deyir və səni alıb, sənə nə desə gərək eləyəsən. Bu, eləyə bilmir. O da mənim, yəni burada dostlarım var, Allah var. Yəni, neçə dəfə toylarına demişəm ki, mən toyuza bir dənə elə qonaq kimi qulluquzlayam, amma bir musiqisi kimi yox. Mənim çox ürəyim istəyər ki, belə konsertlərdə ilk aşıqlar oranı dolduralar. Çünki bizim aşıqlarımız və bizdə gərək o mədəniyyət olar ki, biz özümüzdən başqa ayrısına da qulaq. Ondan sonra ürəyim istəyər ki, musiqiçilər orada olalar. Başqa musiqi janrında olanların çox ürəyim istəyər. Məsələn, o cümlədən məsələn konservatoriyanın ustadları, müəllimləri və fərq eləmir hansı olur olsun. Ondan sonra da qalır o adamlar ki, ədəbiyyatımızla bağlı mədəniyyət, hətta siyasilərimiz. Pavarotti'nin konsertində bütün birinci sıradan oranın prezidentindən tutmuş, bütün nazirlərdən tutmuş və deputatlardan belə. Çünki o xalqın mədəniyyətinin bir böyük hissəsinin qoruyanıdır. O növ musiqi. Ona görə bizdə də, bizim musiqimizi də indi Pavarotti'nin musiqisi kimi, o millətin musiqisi kimi, bizdə də aşıq musiqisi həqiqətən də, yəni heç dadından dəyişdirə bilmərik. Aşıq sənətini konsertlərində məncə bizim əslində lap ölkənin lap başdan tutmuş belə musiqiçilərinə qədər, ya məsələn, hamıya bu lazım olan bir şeydir. Bu bizim mədəniyyətim. Mənim ürəyim belə istəyir. Mən belə düşünürəm, amma ola bilər ki, başqaları da ayrıca düşünür. Məhəbbət, sədaqət, təmiz vicdanı